Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Vacib bir xəbəri diqqətinizə çatdırıram. Xəbərə keçməzdən öncə sizdən bir ricam var. Burada bir dəfə üstəgəl işarəsini vurmaqla bizə abunə olursunuz. Demək dəyərli izləyicilər, Bolt taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyətini məhdudlaşdırıb. Bildiyiniz kimi, sürücülərin sözlərinə görə şirkət onların təlim sertifikatlarında uyğunsuzluqlar aşkarladığını bildirir və yenidən sertifikat təqdim etmələrini tələb edir. Bu səbəbdən sertifikatsız sürücülər bloklanıb və tətbiqə daxil ola bilmirlər. Bildirək ki, taksi sürücüləri etik davranış, sərnişin daşıma qaydalarına dair xüsusi hazırlıq keçməli, şəhadətnamə almalıdırlar. Maraqlıdır, Bolt şirkətinin tətbiq etdiyi bu qadağaların əsas səbəbləri nədir? Bu dəyişiklik digər taksi şirkətləri tərəfindən də tətbiq edilə bilərmi? Bu qadağa Bolt taksi xidmət haqqının bahalaşmasına səbəb olacaqmı? Suallarını cavablandıran nəqliyyat ekspert Eldəniz Cəfərov Ajans Aza açıqlama verib. Bildirib ki, ölkəmizdə fəaliyyət göstərən taksi operator şirkətləri artıq yeni qanunlara riayət etməyə məcburdular. Əvvəllər qanunvericilikdə bu müddəalar yox idi, amma indi qanunvericilik dəyişdirildi və müəyyən tələblər irəli sürüldü. Bu tələblər həm taksi fəaliyyəti ilə məşğul olan sürücülərə, həm də şirkətlərə və taksi operatorlarına şamil edilir. Yeni qaydaların tətbiq edilməsində əsas məqsəd taksi fəaliyyətini daha təhlükəsiz və keyfiyyətli etmək idi. Biz bu məsələdə ekspert olaraq fəal iştirak edib təkliflərimizi də irəli sürdük. Dəyərli izləyicilər, bəs taksi xidmətləri bahalaşacaqmı? Ekspert deyib ki, bəzi taksi şirkətlərinin operatorları, sürücüləri istismar edirlər, onların hüquqlarını tez-tez pozurlar və onlara çatacaq qeyri-nağd ödəmələri vaxtında geri vermirlər. Fikrimcə, belə şirkətlərə qarşı müvafiq qurumlar sanksiyalar tətbiq etməyə hazır olmalıdırlar. Fikrimcə, bu qadağalar taksi qiymətlərinin dəyişməsinə səbəb olmayacaq. Çünki taksi qiymətlərinin artması başqa amillərlə əlaqəlidir.